Yox, kobud deyil. Düzdür? Deməli, bu məqsəd yoxdur. Və edilən hər bir şeydə ən minimalizmə gedir. Ya qiymətlərdə xəbər, ya mən çox belə o xambaların özündə də sual verim. 50 manat uşaqlarda yük verirdirsə, düzdür? Az da dəftər 50 manat gedirdirsə, o tədbirə nə qədər qiymət verir? Uşaqlar, məbləğ ən gözəl məbləğdir. O da birinci, yenə də deyil. Yox, mən çox verirəm. Hər şey qiyməti bəllidir. Şənlik bizim qiyməti neçədir? Bahadır, baha. Baha. Şarlarımız, güləş şarlarımız, bizim qiyməti neçədir? Neçə nəfərsiniz? 26 nəfərsiniz. Düzdür? Rolik şəkili. Neçədir bizim qiyməti? Kamera gələcək. Neçədir qiyməti? O nə deməkdir? Mən istəmirəm. Heç kəs də istəməməlidir. Var belə bir dünya. Hə? Var belə bir şey. Necə sinifsiz Bu bir verilən bir əmr var, verilən bir tədbir şeyi var. Bu vaxtı belə olub, filan kəsdə bəhmən olub, nəyin davası gedir? Nəyin davası gedir? Kim də iştirak eləmək istəmir, orada iştirak eləməyəcək, gələcək burada üzünü tutub gedəcək. Burada axırda uşaqların rəqsində iştirak edib üzünü tutub gedəcək. Mən haqlıdır ki, o bir okulu versin, kimsə verməsin, çıxsın ora. 11 A verir, 11 Ç verir, bir hansı? Niyə o uşaqlar verməlidir, kimsə bir bulan haqqı? Hə, mən o uşağı güzəşdiklərim, əvvəlcəndə də dedim, Allah uzaq eləsin, kimsə atası yoxdur, anası yoxdur, məsələ kimsə bunların dəstək çıxır. Əgər birinin dırnağı tutulmuşdadsa, bir 70 manat dırnağına pul verirkən, zəhmət çəksin, başqasının haqqına da girməsin. Başqasının haqqına niyə girməlidir? Nəyin isyanıdır? Nəyin isyanıdır, yanandıdır? Hə? Deyirsiniz, hamınız danışırsınız, mən də eşitmək istəyirəm də. Primitiv bilən şeydir, 10 nəfər, 20 nəfərə yaxın qonaq olacaq. Mən sizə istəyəcəm qonaq da çağırmayım. Hə? Çağırmayım. Niyə ki? Yox da, gül verilməməlidir onlara. Mən bilməliyəm gülü. Gələn qonaqlar gəlir ha. Yəni tədbirin bir qaydası var. Baxın, yazılır idarə tərəfindən ki, qonaqların siyasını mənə göndər. Qonaqlara bir gül verməlisiniz, bir vacib bir hədiyyə verməlisiniz, heç olmazsa. Nəsə verməliydik, maket olsun, nəsə verməlisiniz. Bir stəkan çay verməlisiniz onlara. Gəlir. Mənim bu sinifuşu bezdirib bütün. Yeni bunlardı. Yine bular, o kürəsdə yine bulardı. Yox, bunlar istəmirlər, heç kimdə o şeyi görməməlidir. Buna danışıqdır, gəlir. Mən bilmirəm, mən kiməm ki, valideynlər danışır. Ay, bu valideyni də zəhmət olmasına, valideyn istəmirsə, iştirak etməsinlər. Məni əsəb ləqsdirməyin boş yerə. Mənim başqa uşaqlarımın haqqına da girməyin. Necə ləqsdə dedik, könüllülükdür, bu da könüllülükdür. Amma mən qoymaram, başqa uşaq o pulu versin, o əziyyəti çəksin. Siz də gələsiniz, bu elə bir çıxmasın, nəlikdə gəlib orada iştirak edəsiniz, deyəsiniz ki, o uşaqlar bizim pulu dəsinir, biz də burada iştirak edək. Mən də deyərəm, xeyr olar. Xeyr olar. Necə olur müəllimlər pul verir? Yox, bunlar mən bilmirəm. Yox ki, yaxşı tədbir olsun. Yox, 50 manat rəqsə razıydılar. 50 manatı rəqsə tapırdılar. Bütün valideynlər də dava döyürdü. Hamısı minimumdan hesablanmış şeylər, uşaqlar. İstəyir rəqsiz olsun, istəyir eşit olsun. Dekoratora pul verəcəksiniz. Hə? Verəcəksiniz dekoratora pul. Şarlara pul verəcəksiniz. Bizlərə pul verəcəksiniz, süfrəyə pul verəcəksiniz, fişəngə verəcəksiniz. Aparılan tədbirin rejissorudur, qurulur, hamısı təqə operatorudur, gecədir, bunlar nədir, hamısı göydən gəlir sizə. Mən istəmirəm, istəmirsən gəlmə də. Başqa uşaq məndən bunu istəyir, başqa uşağın 30 nəfəri bunu istəyirsə, 3 nəfərin istəməməyinə mən baxacam mən. Sizcə, gecə istəyirlər, istəmirsiniz gecə, mən kiminkinə gedəcəm. Bir kamera gəlməsin, o nə deməkdir kamera gəlməsin? Kim deyir kamera? Yox, kim deyir kamera? Allah aşkına hər yerdə pulu da bəlli, özü də bəlli. Gedin bir araşdırın, sonra gəlin, boş-boş danışın.
Valideyn vermir. Valideyn 70 manatın daha necə ala bilirsən kızım? Mən də sual verərəm. Necə ala bilirdin? 50 manatı necə ala bilirdin valideynlə? Sadəcə bizim necədir? Bu tərbiyəsizliyin pik nöqtəsidir. Amma yenə də deyirəm, siz deyən olmayacaq. Mənim başım uşaqlarım istədiyini 5 qat artığını eləyəcək. İstər ki, sizdə olmuyor. Bu əksəriyyətidir, yoxsa? Mən bilmirəm, orada kimdir deyən, ha, siz qalx ayağa. Bir də valideynin deyir, dur ayağa.